Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə zəruri tədbirlərin görülməsini davam etdirir. Bu çərçivədə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maşdağa qəsəbəsi, Xanlar küçəsi 72 ünvanında yerləşən Görüş Şadlıq evində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki, obyektdə sıxılmış və maliyyələşdirilmiş propan qaz balonlarından istifadə olunur və həmin balonlar rezin borular vasitəsilə qaz cihazlarına birləşdirilib. Obyekt yanğın su hovuzu və avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusu ilə təmin edilməyib. Elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib. Elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib. Obyektdə izolyasiyası zədələnmiş nasaz elektrik avadanlıqlarından istifadə olunur. Elektrik avadanlıqları artıq yükləmədən və qısa qapanmadan mühafizə edilməsi üçün standartlara uyğun qoruyucu aparatlarla təmin edilməyib. Obyektin bəzi divar və tavan hissələri yanar material olan lambirlə üzlənib. Taxta konstruksiyaları isə oda davamlı məhlul hopdurulmayıb. Ambar kimi istifadə olunan sahəsində köçürmə yolları müxtəlif materiallarla tutulub. Obyekt ilkin yanğın söndürmə vasitələri ilə tam təmin edilməyib. Mövcud od söndürən balonların tərkibi isə yenisi ilə əvəz olunmayıb. Təxliyə planı mövcud deyil və insanların təxliyəsi üçün çıxış sözü yazılmış işıqlı göstəricilər quraşdırılmayıb. Obyektdə əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib. Obyektin daşınmaz əmlakı icbari sığortalar haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq sığorta olunmayıb. Obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb. Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək. Qeyd olunanları nəzərə alaraq yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş. Bakı şəhəri, Sabunçu rayonu, Maşdağa qəsəbəsi, Xanlar küçəsi 72 ünvanında yerləşən Görüş Şadlıq evinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.